Salam dostlar. Biz bu dərsimizdə JavaScript-də errorlarla necə davranmaq lazımdır, error olduğu zaman necə davranmaq lazımdır, onlara baxacağıq, onların üzərində danışacağıq. Ümumən proqramlaşdırmada biz application yazanda, hər hansı bir application yazanda iki aspektdən məsələyə baxırıq. Bir, hətta bunun şeydə belə adı var ki, biz bir application deploying modda ola bilər, yəni deploy modda ola bilər. Bir də var ki, development modda. Hətta bu öz telefonlarınıza da baxsaq və ya müəyyən applicationlara baxsaq, orada iki versiya olur adətən applicationlarda. Birincisində necə deyirlər, steady version deyirlər, yəni ki, hazır versiya. Birində deyirlər ki, on development version, yəni hələ də developmenti davam edən versiya. Bunların arasında ikisinin arasında fərq var. Birində, məsələn, siz hər hansı bir application əgər hazır versiyadadırsa, o application istifadə edəndə sizin qarşınıza müəyyən errorlar çıxır. Amma bu errorlar deyil əslində, error mesajlar çıxır. Məsələn, deyir ki, applicationda məsələn hər hansı bir texniki bir səbəb var, buna görə application işləmədi, yenidən başlatmağınız lazımdır və s. və s. Və ya deyir ki, hər hansı bir ekranda mesaj görünür və proqram bağlanır və s. Bir bu mod var. Bir ikincisində də məsələn siz adicə bizim gündəlik proqramlaşdırma öyrənəndə gündəlik elədiyimiz, məsələn burada mən deyək ki, belə bir şey yazmışam, let yerinə L yazmışam, let neyin bərabərdir, deyək ki, John yazmışam və bunu run eləmək istəyəndə, node.js eləmək istəyəndə mənə nə deyir burada? İndi baxın, burada bu ekran bizim üçün önəmli bir ekrandır. Yəni ki, buradakı göstərilənlər bizə müəyyən bir səbəb verir. Yəni, bu ekran bizim üçün önəmlidir. Səbəb də niyə? Çünki bu proqramçı üçün bu ekranın çıxması, hansı ekranın çıxması? Bu ekranın çıxması bizim üçün önəmlidir. Yəni ki, biz burada harada səhv elədiyimizi görə bilirik. Məsələn, deyirik ki, məsələn, buradakı kimi biz bu səhvə baxaraq, indi proqramcı olaraq bu səhvə baxaraq müəyyən bir məna kəsb edir bu bizim üçün. Deyir ki, unexpected identifier deyə, syntax error deyə bir error mesajı var və mən bundan istifadə edərək öz koddakı yazdığım koddakı səhvi tapa bilirəm. Amma buradakı çıxan yazılar və ya buradakı çıxan nəticələr bizim üçün əhəmiyyətlidir. Amma bu klassik bir istifadəçi üçün, yəni ki, sıradan bir istifadəçi üçün bu ekranın çıxması və ya bu yazıların görünməsi bir məna kəsb eləmir. Dolayısıyla biz bir proqramı yazanda iki aspektdən baxırıq məsələyə. Bir developer aspektindən baxırıq, bir də istifadəçi aspektindən baxırıq. İstifadəçiyə biz bu şəkildə error göstərməməliyik. Yəni, çünki istifadəçi bu şəkildə error görməməlidir. İstifadəçi mənalı bir, yəni ki, onu qorxutmayacaq bir mesaj görməlidir ekranda. Yəni, mənim əgər applicationın düzgün istifadəsinin olmasını istəyirəmsə, bunu eləmək məcburiyyətindəyəm. Bəs bunu mən necə reallaşdıra bilərəm? Necə reallaşdıra bilərəm ki, bu error görünməsin, onun əvəzinə mən fərqli bir şey göstərə bilim. Bunu eləmək üçün biz JavaScript-də errorsuz kod yaza bilmək üçün, daha doğrusu mənim yazdığım kod blokunun problemli olmaması üçün. Mən məsələn deyək ki, bu kodu yazmışam, eləmi? Və istəyirəm ki, deyək ki, iki hissəyə bölmüşəm proqramımı, və istəyirəm ki, bir hissədə yazılan kodda hər hansı bir problem olsa da, o ikinci hissəyə təsir eləməsin. Və mənim proqramımın akışı dayanmasın. Məsələn, indi burada iki şey yazmışıq, necə deyərlər, hissə yazmışıq, burada da yazmışıq ki, məsələn, let age bərabərdir və burada console log yazmışam, məsələn, deyək ki, sadəcə age, belə bir
hissə yazmışam, belə deyək. Eləmi? Yəni, belə bir kod yazmışam. Mən indi istəyirəm ki, mənim yazdığım kodda belə olan halda fikir verirsinizsə, birinci hissə bu sətir necə deyərlər, problemlə qarşılaşdığı üçün avtomatik olaraq mənim interpreterim tərcümə prosesini dayandırır və növbətisinə keçmir, növbəti addıma keçmir. Dolayısıyla mənim ikinci yazdığım hissədəki kodlar işləmir. Əgər mən application'ı iki hissəyə parçalamışamsa, deyək ki, xırda hissələrə parçalamışam və bunların bir-birindən azad şəkildə işləməyini də istəyirəmsə, onda mən öncədən bir almalıyım, necə deyərlər, özümü sığortalamalıyam ki, burada yazdığım, məsələn, birinci 50-ci sətirdə yazdığım kodda error olsa da, olmasa da, bu ondan, məsələn, 60-cı və 80-ci sətirdəki kodlara bu təsir eləməyəcək. Bunu eləmək üçün bu tipli iki məqsəddə, bir, mənim yazdığım kodun necə deyərlər, istifadəçi tərəfindən məntiqli bir nəticə görülməsi, məntiqli bir mesajla qarşılaşılması və ya bu şəkildə bir error görməməsi üçün və ikinci, mənim ümumi application'ımın bir-birindən azad şəkildə işləyə bilmələrini təmin etmək istədiyim zaman bizim istifadə etdiyimiz müəyyən JavaScript burada müəyyən kodlar verir bizə və buna biz adına try catch deyirik. Yəni ki, cəhd elə, try catch sözünün tərcüməsi də try yoxla, catch tap, yəni tut və s. hər neysə. Dolayısıyla biz bunu application yazanda müəyyən hissələrdə bunlardan istifadə edirik. Məsələn, mən indi bu kodun, tamam, burada error ola bilər, amma mən bu errorun mənim application'ımı yarıda saxlamasını istəmirəm. Belə olan halda mən nə edəcəm? Bunun üçün belə bir sintaks var. Gələk bura try catch sintaksı. Try catch bloku var bu şəkildə. Deməli, bu əsas iki hissədən ibarətdir. Try hissəsi və catch hissəsi. Bu try catch hissəsində, try'da mən bura belə deyək də, lore dinlənilsin, şübhələndiyim kodu bura yazıram. Məsələn, deyirəm ki, let a bərabərdir 5. Ondan sonra console log a. Hələ ki, bu kodda hansı bir error yoxdur. Və ondan sonra deyirəm ki, bunu yoxla. Əgər bu kodda hər hansı problem yoxdursa, mən məsələn bunu yazdığım zaman, bunu da ekrana 5 verəcək. Mənim errorum yoxdur. Və bunu silim. Belə deyək. Və ikinci bir etapda ola bilər ki, deyirəm ki, mən burada əgər edirəmsə, console log error name. Belə bir şey verirəm ekrana. Deyirəm ki, və ya bunu indi sonradan da deyə bilərik. Error obyekti ilə bağlı nə deyəcəmsə, deyirəm ki, kodda səhv var. Səhv var. Deyirəm. Okay. İndi mən gəlirəm burada, hal-hazırda bunu run edəndə, burada hər hansı bir şey görünmür ekranda, belə deyək. Baxın, 5 göründü. Amma mən nə vaxt ki, gəldim burada bir səhvə yol verdim. Normalda biz gözləyirik ki, necə bir error çıxacaq. Bax, bu gəldi, belə bir mənə şey göstərdi. Erroru mən bu şəkildə göstərdi. Amma mənə lazımdır ki, mən bu erroru da görməyim. Yəni ki, bu koddakı bu problemi görməyim. Bu koddakı bu şeyi görməyim. Onun üçün mən bu try catch-dən istifadə eləyəcəm. Deyəcəm ki, try catch-dən istifadə eləyəcəm. Onu burada göstərim sizə daha teorik tərəfini görə bilməyiniz üçün. Catch JavaScript-də və try catch-dən mən istifadə eləyəndə, mən belə bir şey deyirəm. Deyirəm ki, mən burada hər hansı bir şey verirəm, statement verirəm və ya bir kod yazıram. Əgər o kodda error varsa, bu tərəf işləyəcək. Errorun olduğu yer işləyəcək. İndi mən də burada, belə deyək ki, gəldim burada let dedim, eləmi? Let a dedim. Let a və ondan sonra gəldim burada, dedim ki, məsələn, belə bir error versin mənə. Belə bir error versin, belə bir
şey yazdım. Kod yazdım. Eləmi? Let A çıxılsın 1. Eləmi? Belə bir kod yazdım. Eləmi? Normalda bu səhvdir. Düzdürmü? Mən gəlirəm bura. Baxın, bu mənə erroru verəcək. Errorun verəcək, unexpected verəcək və əgər mən burada deyirəmsə ki, error, burada konsolda göstərmək istəyirəm ki, error nöqtə ne. Bu əslində mən buradan konsolda error versəm, bu mənə o erroru göstərəcək ki, error nədir? Yəni mənim səhvim nədən ibarətdir? Və indi bir dənə də bu C-yə keçmədən, try-catch-ə keçmədən mənim JavaScript-də qarşılaşa biləcəyim error növləri nədir? Hansı növlər var? Məsələn, deyək ki, burada bu nə yazılıb? Məsələn, syntax error yazılıb. Syntax error yazılıb. Amma məsələn, deyək ki, bunu mən yazdığım zaman, misal üçün, gəldim bura, deyək ki, console.log A yazdım. Baxın, belə bir kod yazmışam. İndi buradakı error nə olacaq? Bax, reference error. Yəni, deməli ki, mənim JavaScript-də qarşılaşacağım errorların növləri fərqli olacaq. Ona görə mən burada bir dənə baxıram ki, JavaScript-də error types deyə, mən buradan baxıram ki, mən JavaScript-də necə errorlar əldə edə bilərəm, necə errorlar çıxa bilər qabağıma və bunlara görə, bunların növünü mən bilsəm, mən onlara görə davrana bilərəm. Və onlara görə hərəkət edə bilərəm. Fikir verin, bu siyahıda, diqqət edin, errorların siyahısı var. Və bunların adətən mən yavaş-yavaş hər error çıxdıqca əslində mən onların necə deyərlər, hansı tipdə error olduğunu bilsəm və onu yavaş-yavaş təcrübə ilə onu necə fix edə biləcəyimi, yəni ki, aradan qaldıra biləcəyimi mən öyrənə bilərəm. Buna da mən proqramlaşdırmada troubleshooting deyirlər. Troubleshooting nə deməkdir? Bu, məsələn, sizin də hər proqramçının ən çox vaxtını alan şeylərdən biridir. Nə mənada? Yazdığınız kodda bir error var. O errorun nədən qaynaqlandığını tapa bilmirsiniz. Eləmi? Və burada sizdə elə bir özünüzdə qabiliyyət inkişaf elətdirməlisiniz ki, hər yazdığınız kodda error ola bilər. Amma əhəmiyyətli olan nədir? O erroru sürətlə tapıb aradan qaldırmaq. Və bunu sürətlə tapıb aradan qaldırmaq üçün də JavaScript interpreter verdiyi bizə error mesajları bizə əslində bir mənada leading edir, yəni yönləndirir bizi. Deyir ki, sən burada buna görə səhv eləmişsən. Bu, yəni %100 necə deyərlər, düzgün yönləndirmə eləməyə bilər, yəni general eləyə bilər, amma o bizə də şey verir ki, düzgün nəticəyə gedə bilmək üçün bizə kömək edir. Məsələn, deyək ki, mən əgər burada bayaqları, deyək ki, bir error qarşıma çıxır, reference error deyir. Eləmi? Mən birinci reference errorun nə olduğunu bilməliyəm və ya buradakı sətirləri oxumalıyam ki, bu mən rahatlıqla başa düşə bilim. Məsələn, gəldik reference errora baxaq. X is not defined. Ondan sonra buradakı şeyin mənasına baxaq nə deyir? Cannot access A before initialization. Yəni, məsələn, deyək ki, reference errorda declaration X, məsələn, buna baxır. Bunun mənə nə olduğunu və hardan qaynaqlandığını mən burada görə bilirəm ki, mən burada necə istifadə edə bilərəm bunu. Yəni, bunun mənası nədir? Ona görə indi errorlarla əlləşmək üçün, errorların aradan qaldırılması üçün həmişə gözünüz mütləq şəkildə burada olsun. Məsələn, reference errordur bu. Gedin, məsələn, mən bu reference error haqqında məlumat almalıyam ki, bu niyə, hardan qaynaqlanır? Nə ola bilər bunun səbəbləri? Ondan sonra, məsələn, deyək ki, gəldik, burada deyək ki, nə var? Syntax, illegal karakter, məsələn, deyək ki, bir error növüdür və mən bunları yavaş-yavaş, bunlar əslində çox deyil. Bunlar haqqında hər qarşıma error çıxanda, onlar haqqında məlumat alsam, bu mənim üçün bir müddət sonra artıq o errorun səbəbini tapmaq mənim üçün asan olacaq. İkinci bir məsələ, errorun səbəblərini, yəni ki,
koddakı problemin səbəbini tapmaq üçün, hansı sətirdə, hansı case'də olduğunu tapa bilmək üçün biz debugging deyilən bir prosesdən istifadə edirik. Debugging dediyimiz şey nədir? Məsələn, deyək ki, mən belə bir yazmışam, kod yazmışam. Bunu indi birazdan qayıdacağıq buna. Mən belə bir kod yazmışam, deyək ki, calculate sum, sum of arguments dedim və bura gəldim, belə bir şey dedim. Deyəcəm ki, let sum bərabər 0, yəni daxil edilən arqumentlərin toplamını istəyirəm və mən burada şey deyirəm ki, arguments deyə bir şey var, mənim obyektim var, array'im var. Bu nə edir? Bunun xüsusiyyəti args və quarks şeyi ilə, necə deyərlər, və parametrinə bənzər şəkildə bu əslində köhnədən, əvvəlcədən istifadə olunan bir dənə JavaScript üsuludur ki, əgər mən daxil elədiyim parametr sayını bilmirəmsə, neçə dənə parametr daxil eləyəcəyini bilmirəmsə, mən arguments adında array'dən istifadə edə bilərəm. Bu arguments array nədir? Mən bunu çağırdığım zaman, calculate sum of arguments dediyim zaman, məsələn, bura mən bir məlumatlar daxil elədiyim zaman bunları, hətta burada daha rahat görə bilməyiniz üçün bir dənə nümunə olaraq verim. Mən məsələn, buradan baxıram ki, console log arguments verirəm bunu və buna deyirəm ki, bunun nəticəsini mən görüm. Buna fikir verin, bu mənə bir dənə array verir, fikir verirsinizsə. 0-cı indeksdə 1, 2-ci indeksdə 1. Yəni ki, burada daxil elədiyim hər ədədi, hər dəyəri o array'in bir elementi olaraq mənə göstərir. Dolayısıyla mən bunun sumunu hesablamaq üçün bundan da istifadə edə bilərəm. Bu koddan da istifadə edə bilərəm ki, mən bundan necə deyərəm, orada daxil olan parametrlərin nəticəsini görə bilim. İndi mən bunu yazmışam. Və bu kodun necə icra olunduğunu görmək istəyirəm. Hələ ki, vizual olaraq necə görmək istəyirəm və yavaş-yavaş dərslər irəlilədikcə biz görəcəyik ki, bu engine-də, yəni ki, JavaScript-in tərcümətçisi tərəfindən bu necə tərcümə olunur, o biraz irəli səviyyə mövzulardandır. Dolayısıyla indi bunu mən run eləmək üçün gəlirəm, debug eləmək üçün, mənim üçün mən burada Visual Studio debug eləmək üçün gəlirəm, bura breakpointlər qoyuram. Hansı nöqtələrdə proseslərin getdiyini bilmək mənim üçün maraqlıdırsa, mən ora breakpointlər qoyuram. Deyirəm ki, bu nöqtələr, bu fasilələrlə, yəni bu kodlar arasında mənim kod icrasını yoxla. Yəni burada nə baş verdiyini yoxla. Bu nöqtədə. Yəni proqramın bu nöqtəsində hansı işlər baş verirsə, onu zəhmət olmasa yoxla mənim üçün və mənə göstər. Bunu eləmək üçün bunlara biz breakpoint deyirik. Bunları breakpointləri mən burada qoyduqdan sonra gəlirəm F5 ilə start debugging edirəm və burada da debug eləmək üçün Chrome'da da eləyə bilərsiniz, amma biz indi Visual Studio'dan istifadə edədiyim üçün Node.js platformasından istifadə edib mən burada bunun hansı proseslərlə getdiyini mən burada görə bilərəm. Və buradan başlayıram. Baxın, bu proqramın hardan başladığına baxır. Gəldik bura. Buradan başlayaraq mən bunu icra elədim. Bu gəlir mənim üçün nə edir? Atır bunu. Birinci əslində bu debugging eləmək, prosesin necə getdiyini sizin üçün biraz da asan hala gətirir ki, gedişat prosesini rahat başa düşə biləsiniz. Burada gəldi, sum'u təyin elədi və bura mən yazdıqca, davam elədikcə bir gözünüz burada olsun, zəhmət olmasa. Hansı hissədə? Bu hissədə. Bu hissədə olsun, zəhmət olmasa, buranı başa düşmək bizim üçün rahatdır. Yəni, nəticələri burada görəcəyik biz. Gəldik, burada birinci baxın, sum undefined verildi. Məsələn, deyək ki, sum'un undefined verilməsi nə deməkdir? Hələ bərabərdən sonrasını oxumuyor. Sadəcə sum'u təyin edib. Biz də bilirik ki, sadəcə mən let-lə bir dəyişən təyin edib, onun ilkin dəyəri, mənimsəndiyi dəyər undefined. Sonradan biz bərabərdir ilə ona hər hansı bir dəyər mənimsədəndə onun dəyərini almış olur. Burada artıq sum'un dəyəri undefined getdik. Fikir verib, gəldik burada, sum'un dəyəri neçə oldu? 0.
Ondan sonra gəlirik eyni dəyər, eyni gəlir forun içərisində gəlir. Gəlir baxın, bunu gəldi. Fikir verin, hələ də bura diqqət edəcək zəhmət olmasa bu konstatı bir dənə bağlayayım. Buranı bir dənə bağlayaq. Buradakı nəticələrə baxaq. Və burada görürsünüz ki, gəldi forun içərisinə daxil oldu. Və hətta bunu foru da daha rahat başa düşə bilmək üçün, bundan istifadə etsəz, hələ də məsələn loopda və s. hər hansı bir kodun izahını özünüzə izah eləmək üçün bu yaxşıdır. Məsələn, burada diqqət edin, neynədir? Birinci let i-ni dəyərləndirdi, ondan sonra şərti yoxladı və gəldi bura. Adətən, məsələn, yeni başlayanlarda belə bir problem olur ki, sırayla sanki bunları bir artırma əməliyyatını yerinə yetirir, sonra bu əməliyyatı yerinə yetirilmiş kimi bir şey var, düşüncə tərzi var, amma əslində elə deyil. Bunu eləyir, samın üstünə deyək ki, gəlir, əlavə edir və ondan sonra diqqət edin, artırma əməliyyatını yerinə yetirdi, sam oldu 1, i oldu 0. Ondan sonra getdi, təzədən gəldi, şərti yoxladı, gəldi bura. Və bunu yoxladı və bu şəkildə başladı davam etməyə. Hara qədər yoxladı və forun gedişatını mən burada görə bilirəm. Və burada artıq sona qədər gedir və bunu mən görə bilirəm. Və əgər hər hansı bir yerdə error varsa, mən bunu eləyə bilərəm. Necə deyərlər? Buradan tapa bilərəm. Məsələn, error, deyək ki, error olsun. Necə bir error olsun? Bunu məsələn gəldim debugdan saxladım. İndi elə bir kod olsun ki, onun müəyyən levelında error yaransın. Düzdürmü? Mən indi gəlirəm deyirəm ki, burada nə olsun məsələn, nə olsun deyək ki, error verə biləcəyimiz nə olsun? Deyək ki, i böyükdür 0. Yox, buna olmasın. Error olmasın burada. İndi error verməsi üçün bunu göstərək. Deməli, i-nin müəyyən levelına gəldik. Burada məsələn desin ki, let a bərabərdir 0 olsun, misal üçün. Ondan sonra gəlirəm argument lengthdən bir dənə yaza a++ olsun və burada belə bir işarət olsun. Deyək ki, hətta bunun şərti də yoxlayaq, şərtlə də yoxlayaq. Bir dənə bu debuggingi yoxlamaq üçün if deyirəm ki, arguments i number bunu toplasın və burada mən gəlim hər hansı bir eləyim, necə deyərlər, dəyişənin dəyərini mənimsədim deyək ki, bunun type of-u budur. Arguments bərabərsə number-a mən bunu dəyişdirirəm, belə deyirəm. Və indi mən istəyirəm ki, bunun içərisindəki bütün ədədləri toplayayım və bunun necə getdiyini mən görürüm. Gəlirəm, indi burada bir breakpoint qoyuram, bu hissəyə də bir breakpoint qoyuram və ondan sonra təzədən debug edirəm. Gəlirəm bura debuggingə. Bura baxın, birinci buradan gəldi, bu hissəyə məni göndərdi ki, niyə? Çünki təyinatdan bundan sonra, bunu təyin elədikdən sonra ilk adladığı nöqtə haradır? Bu nöqtə deyil. Gəlirəm bura. Bunu başladı və bu şərtlərə fikir verin, necə gəlir, yoxlayır. Əgər birinci nəyi yoxladı? 1-i yoxladı. Ondan sonra qayıtdı. 2-ni yoxladı. Ondan sonra gəldi, 3-ü yoxladı və diqqət edirsə təzədən qayıtdı başa. Niyə? Çünki artıq o if şərtini təmin eləmədiyi üçün qayıtdı başa bu şəkildə və buradan mən bunu davam edirəm. Və burada hər hansı bir yerdə error olanda, gəlin belə bir şey eləyək. Onu error olan bir dənə sətir yazaq. Bunu saxlayaq hələ ki. Gəldik bura. Dedik ki, let a bərabərdir, deyək ki, x. Ondan sonra let b bərabərdir y deyək. Buna deyək ki, nə deyək? Buna 78 deyək. Buna da 65 deyək. 89 deyək. Ondan sonra gələk constant deyək bir dənə. Constant bərabərdir. Constant age bərabərdir. Deyək ki, 23. Və ondan sonra gəlmişəm, deyirəm ki, constant age bərabərdir. Deyək ki, 45 yazmışam.
və ondan sonra gəlmişəm bura demişəm ki, let console log age deyirəm. Console log age deyə belə bir şey yazmışam, kod yazmışam. Yəni gəlirəm mən bunu debug eləməyə. Debug eləməyə bura lazım deyil artıq mənə. Bura breakpointlər qoymam lazım deyil. Gəlirəm bunlara şey qoyuram, breakpoint qoyuram və ondan sonra təzədən mən bunu run edirəm. Gəldik bura, baxın burada A undefined, age undefined, B undefined. Baxın, bu əslində sizin JavaScript-i başa düşməyiniz üçün də önəmlidir. Çünki birincidən hamısını təyin elədik. Sonra bunlara dəyər mənimsədir. 78-i mənimsətdi. Fikir verin A-ya. Ondan sonra gəldi 89-u mənimsətdi. Ondan sonra gəldi age-i mənimsətməyə çalışdı. Baxın. Normalde constantın şeyi nədir? Qaydası nə idi? Constanta siz ikinci dəfə dəyər mənimsədə bilməzsiniz. JavaScript-in qaydalarına görə. Bu normalda mənə error göndərməlidir. Bu gəldi mənə avtomatik bu nöqtədə nə error olduğunu mənə göstərdi. Dedi ki, sənin bu nöqtədə errorun var. Niyə? Çünki sən burada bir şey eləyə bilməzsən. Constant dəyərinə necə deyərlər ki, verə bilməzsən. Dəyər verə bilməzsən. Dolayısıyla mən bunu aradan qaldırmaq üçün bunu saxlayıram. İndi gəlirəm burada mən şübhəli bir davranışla qarşılaşmışam. Gəlirəm bura try yazıram. Try deyirəm. Nəyi? Bunu try elə. Ondan sonra deyirəm ki try və burada deyirəm ki catch. Catch deyirəm və burada da deyirəm ki bu mənə nəyi versin? Erroru versin. Hansı errordursa onu versin. Və hətta deyirəm ki, console log error olsun. Gəlin, birinci bunu run eləyək. Bunu run eləyək. Burada gəldi, baxın, bu mənə belə bir error verdi. Age is not defined deyə bir şey verdi. Gəlin bura. Çünki burada bu niyə age is not defined verdi? Age is not defined verdi sizcə. Səbəbi də odur ki, mən gəlin bura. Bunu verib, gəldim bura və bunu run edirəm. Baxın, bu mənim üçün normalda başqa variant olsaydı, mən gəlim burada console log, bir dənə baxaq, console log deyirəm ki, A və B. Bayaqki qaydada olsaydı, yəni bayaqki sistemdə olsaydı, mən bunu yazmasaydım məsələn, eləmi? Mən bunu yazmasaydım, mənim kodum hara qədər gələcəkdir? A, B-ni göstərəcəkdim mənə? Xeyr, göstərməyəcəkdim. Baxın. Age 45-i göstərdi. Burada error verdi. Heç nə göstərmədi. Yəni, console log age-i belə göstərmədi. Və dolayısıyla A-B-ni heç göstərmədi. Amma halbuki A-B-də bir günah yoxdur. Onlar normal işləyirlər. Dolayısıyla mənim şübhələndiyim kod bloku bura. Dolayısıyla mən buranı nə edirəm? Deyirəm ki, try. Bura bunu qoydum. Ondan sonra deyirəm ki, əgər bu kodda error varsa, erroru göstər, console log error de və davam elə. İndi gələk bura. Baxın. O kod blokunu elə bir ki, izolyasiya elədi. Mənim try catch blokum oranı izolyasiya elədi və mənə o erroru göstərmədi. Dedi ki, mən o erroru kodun gedişatını dayandırmadı. Dedi ki, bundan sonra davam edə bilərsən. Amma bu isə işləməyəcək. Yəni, mənim oradakı əldə eləməyim nəticə, əldə eləmək istədiyim nəticə burada görünməyəcək. Dolayısıyla, bu mənim müəyyən yerlərdə, şübhələndiyim hissələrdə mən bu try catch blokundan istifadə edirəm. Və ikincisi, mən bunu istifadə elədim. Tamam, burada dedim ki, müəyyən səbəblər, texniki səbəblərə görə üzr istəyirik. Texniki səbəblərə görə dəyişirik, üzr istəyirik. Üzr istəyirik dedik və istifadəçi qəribə error görmür. Belə bir mənalı mesaj görür. Yəni, burada artıq o başa düşür ki, burada nəsə problem var və onun arxa planında hansı problem olduğunu görür. Və görməsinə ehtiyac yoxdur. Yəni, standart sıradan istifadəçinin onun arxasında gedən prosesi, oradakı errorun səbəbini görməsinə ehtiyac yoxdur. Bəs mən errorun adını eləmək istəyirəm. Məsələn, gəlirəm bura deyirəm ki, error A
Və burada da o errorun nə olduğunu mən burada görmək istəyirəm. E-ni göstərim burada məsələn. Bax, burada mənə errorun, kod bloku dayanmadı. Amma mənə erroru göstərdi. Fikir verin. Errorun nə olduğunu göstərdi. Burada. Və indi mən burada artıq daha spesifik şeylər göstərə bilərəm. Error name deyə bilərəm. Error name desəm, bu mənə errorun adını göstərəcək. Geri qalanlarını göstərməyəcək. Baxın, type error. Yəni, bu deyir ki, sənin yazdığında type error var. Yəni ki, constant type-ını sən düzgün yazmamısan. Ondan sonra burada deyə bilərsən ki, error name, bu errorun adını göstərir. Error message deyə bilərəm. Error message verəndə, bu mənə nəyi göstərəcək? Buradakı assignment to constant variable. Yəni ki, o errorun səbəbinin əslində hardan gəldiyini göstərmək üçün izahatçı mənə verəcək. Bir də var ki, error stack. Error stack, bu da onun detalını mənə göstərəcək. İndi bu troubleshooting-də, bu da əslində try-catch, error handling-də mənim o troubleshooting dediyim, yəni kodundakı səhvləri aradan qaldırma, səhvsiz kod yaza bilmə qabiliyyətimi artıran şeylərdir. Deməli ki, mən burada diqqət edeyim. Məsələn, gəlir burada hər hansı bir error olmasaydı, məsələn, 45-ci sətri mən buradan silsəydim, yəni 16-cı sətri silsəydim, bu mənə normal qaydada işləyəcək. Fikir verin. Kodda hər hansı problem olmayacaq. Kodda hər hansı problem olmayacaq və mən ondan istifadə eləyəcəkdim. Bayaqları indi niyə mən məsələn burada konsol logo, məsələn, mən bunu verdim bura, eləmi? Mən indi bunu verməyim burada, eləmi? Gəlin burada console log age eləyim. Console log age. Yəni, try-catch-in çölündə verirəm. Diqqət edin, bu önəmli məsələdir. Console log age deyirəm buna. Console log age verdim, bu mənə bunu göstərəcək. Okay? Age is not defined. Bax, burada diqqət edin. İndi mən burada age'i görə bilmədim. Səbəbi nədir? Səbəb odur ki, mən bu age'i harada define eləmişəm? Try blokunun içərisində. Yəni, try bloku ayrı bir functional scope kimi biz buna indi 2 dərs sonra görəcəksik ki, hosting mövzusuna girəndə mənim o skopları biraz daha genişləndirəcək. Yəni ki, bir dəyişənin əhatə dairəsini biz bu vaxta kimi öyrənmişik nə? Lokal skop, global skop və functional skop. Bunların necə işlədiyini, blok skopun necə işlədiyini biraz daha dərindən görmüş olacaq. Yəni, burada bunlara da biz yavaş-yavaş diqqət eləməliyik ki, deməli ki, mən burada o try-in içərisinə hər kodu göndərə bilmərəm. Hər kodundan istifadə eləyə bilmərəm. Amma necə deyərlər, mən bunu yazanda necə yazmalıyam? Deyək ki, bu constant buradan yazdım. Burada gəlib age 45 verəndə bu mənə error vermədən işləyəcək. Niyə? Çünki mən bunu global skopda təyin eləmişəm və bundan istifadə edirəm. İndi bu try-catch ilə istifadə eləmək və hansı errorun növünü tapa bilmək bizim üçün əhəmiyyətlidir və çox səmimi deyirəm, əgər erroru başa düşərək, nə işə yaradığını başa düşərək, ondan sonra onun üstündə onun hardan qaynaqlandığını biraz araşdıraraq kod yazmağa cəhd eləsəz, yazacağınız kodların keyfiyyəti qat-qat artacaq. Yazacağınız kodun və xərclədiyiniz zaman çox artacaq. Azalacaq var. Yəni, koda xərclədiyiniz zaman çox azalacaq. Belə, bugünkü dərsimiz bu qədər. Bunlarla bağlı növbəti dərslərdə də istifadə eləyəcəyik, çox sıx-sıx istifadə eləyəcəyik bunlardan. Ona görə də yavaş-yavaş bunu genişləndirəcəyik ki, siz də özünüzdə bunu necə deyərlər, həmişə ağlınızın bir qırağında saxlayın ki, mənim yazdığım koddakı errorları standart istifadəçi görməməlidir. Mən necəsə eləməliyəm ki, məndə error çıxsa belə, bunu mənalı şəkildə mən ekranda istifadəçiyə göstərə bilim. Okey? Belə, bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə görüşənə qədər.